Və əziz tamaşaçılar, studiyamızda qonaq var. Ellab Diaqnostik Klinikasının genetika şöbəsinin rəhbəri, tibb üzrə fəlsəfə doktoru, həkim genetik Bayram Bayramovdur. Xoş gördük Bayram doktor. Sabahınız xeyir Bayram. Genetik testlər haqqında danışacaq. Kimə lazımdır bu testlər? Ümumiyyətlə, necə dəyişdirə bilər həyatı? Nə təsiri var bunların? Sabahınız xeyir olsun, gününüz xeyirli uğurlu keçsin. Hər birinizi salamlayıram. Genetik testlər əsasən ümumiyyətlə genetik müayinələr, genetik analizlər, irsi xəstəliklərin deməli diaqnozunu həyata keçirən laborator xidmət bir növüdür. Və bir sıra məqsədlər üçün istifadə olunur. Əsasən xəstəliklərin diaqnozunun qoyulması, daşıyıcılıq hallarının vaxtında aşkar edilməsi və profilaktik tədbirlərin görülməsi və eləcə də bəzi hallarda deməli əslində deyərdim ki, çox hallarda müalicə strategiyalarının seçilməsi üçün çox uyğundur. Hər kəsə genetik test olunmalıdır bu sualına cavab versək əgər, o əslində indiki texnologiya ona imkan verir ki, hər kəs öz genomunu oxutdurub hansı xəstəlik riskləri var və gələcək nəsillər ötürə bilərmi? Bu suala cavab tapa bilər. Amma bəzən üstünlük verdiyimiz ailələr ki var, məsələn, irsi bir xəstə uşaq var, xəstə uşaq doğulubdur və yaxud da sonsuzluq problemi var, irsi xərçəng xəstəliklərinin müxtəlif növləri var. Yaş faktoru, məsələn, 35 yaşdan yuxarı məsələn, xanımlara tövsiyə eləyirik. Eyni zamanda əvvəllər, məsələn, qadınların üzərinə daha çox fokuslanırız, amma son tədqiqatlar göstərir, eyni zamanda kişi yaşının da önəmi çoxdur, xüsusilə 40 plus, yəni 42 yaş, 45 yaş kişilərdə hüceyrələrin genetik keyfiyyəti aşağı düşdüyünə görə biz belə ailələrə, belə fərdlərə, belə şəxslərə genetik testləri tövsiyə edirik. Necə olur? Nədən? Yəni biz normal analizlərdə bilirik, qandan götürülür və s. yoxlanır. Nədən götürülür, neçə gün vaxt alır bu testlərin cavabının çıxması, nə şəkildə olur cavab orada ümumiyyətlə? Əslində genetik testlərin verilməsi və analizlərin aparılması məqsəddən asılıdır. Elə genetik testlər var ki, ağız suyu ilə aparmaq daha məqsədə uyğundur, qeyri-invaziv, minimal invaziv olduğuna görə. Bəzi testlər qandan götürülür, biz qandan irsən keçən patologiyaları və yaxud da irsi daşıyıcılıq hallarını biz aşkar eləyirik. Bəzən, məsələn, xərçəng xəstəliklərində təəssüf ki, biz toxumanın özündə baxmalıyıq. Parafin bloklardan biz DNT ayırıb oradakı genetik xüsusiyyətlərə baxmalıyıq. Yəni bu asılıdır bir sözlə məqsəddən, icra elədiyimiz proseduralardan asılı olaraq dəyişə bilər. Yəni istənilən biomaterialdan indi genom analizləri aparmaq mümkündür. Bayram doktor, mən bu yaxınlarda eşitdim ki, hətta erkən hamiləlikdə, yəni ilk trimestrdə hətta, düzdür, ultrasəs müayinəsi daha çox 3 aydan, yəni 16 həftədən sonra artıq cinsiyyət bəllidir. Amma bəzi insanlar bu testlərin vasitəsilə artıq 98% bilirlər, yəni övladın cinsiyyəti. Mən istərdim bu hamiləlik dövründə bu genetik testlər labüdlüyü və eyni zamanda da yəni hansı üstünlükləri və fərqli bizim öyrəşdiyimiz ənənəvi analizlərlə, müayinələrlə müqayisədə fərqləri nədir? Əlbəttə, indiki texnologiya ona imkan verir ki, hamiləlik öncəsi, hətta mən deyərdim, nigah öncəsi genetik testlər aparılır. Nigah öncəsi testlərin aparılmasında məqsəd irsi xəstəlik riskləri varmı? Həm kişidə, həm qadında. Yəni, bunu nigaha girməzdən öncə yoxlamaq mümkündür. Təbii ki, indi dövlət proqramlarında nigah öncəsi müayinələr var. Əksəriyyət yoxları, infeksiyalardan tutmuş, toplumda yayılmış bəzi xəstəliklər, genetik xəstəliklərdən söhbət gedir. Bunlar yoxlanılır. Amma daha dərin analizlər nigah öncəsi aparmaqla genetik xəstəlik daşıyıcısıyamı bu suala cavab vermək olar. Eyni zamanda evlilikdən sonra ta ki, hamiləlik öncəsi genetik testlərin verilməsi, bu da yenə də irsi xəstəlik risklərinin vaxtında aşkar edilməsinə xidmət edir. Məsələn, elə analizlər var ki, 10-cu həftədən etibarən ana qanında dölə aid olan genetik patologiyaları yoxlamaq mümkündür. Əvvəllər bunlar, məsələn, 2-li, 3-lü, 4-lü testlər vasitəsilə aparılırsa, artıq bu testlər tarixə qovuşur. Müasir texnologiyanın inkişafı artıq 10-cu həftədən etibarən bəzi xəstəliklər haqqında, xüsusilə xromosom patologiyalar, Down sindromu olsun, onları vaxtında aşkarlamağa imkan yaradır. Bayram həkim, deyək ki, bir nəfər, indi bizdə burada əsasən çarəsini bilmədiyimiz bir çox xəstəliklərin səbəblərini aparıb bir çox faktora bağlayırıq. Məsələn, buna aiddir bizdə çox yayılmış artıq xərçəng xəstəliyi. Burada səbəb bir şaxəli olmadığından bir də genetik faktor önə çıxır. Məsələn, deyək ki, bir insan gəldi, ailəsində olub, belə bir xəstə rəhmətə gedib, gəldi, yoxladı və burada risk qrupu olduğu, genetik sarıdan risk qrupu olduğu meydana çıxdı. Nə etməlidir adam?
Deməli, həmişə bu sual çox maraq doğurur. Məsələn, bəzi xəstəliklər pasientlər özü yaxınlaşır və yaxud da həkim özü deyir ki, onsuz da mən klinik cəhətdən simptomlara baxaraq, uşağa baxaraq və yaxud da böyük bir, yaşlı bir fərdə baxaraq bilirəm ki, genetikdir, genetik bir problemdir. Genetik analiz versə nə olacaq ki? Bu əslində çox maraqlı sualdır. Birincisi, etioloji səbəbi bilirik, dəqiq diaqnozu bilirik, hansı problemlə məşğul olacağımızı bilirik. Bu dəqiq diaqnozun, diferensial diaqnostika çox önəmlidir. Çünki bəzi xəstəliklər oxşar simptomlar verə bilər. Biz onları ayırt eləmək üçün bu deməli genetik testlər aparırlar. Eyni zamanda profilaktika, yəni gələcəkdə nə gözləyir? Bu genda əsas odur, yəni. Bəli, simptom yoxdur deyək ki. Simptom yoxdursa, əgər irsi bir problem varsa və həmin şəxsdə də aşkar olunubsa, bu gələcəkdə nə qədər risk altındadır. Məsələn, mən sizə süd vəzi xərçəngini misal çəkə bilərəm bu mənada. Əgər anasında və yaxud da xanımın xalalarında, bir-birlərində belə bir problem aşkar olunubsa, xanım özü analiz eləməklə nə qədər risk daşıyır. Əgər risk varsa, profilaktik mastektomiya əməliyyatlarına kimi gedə bilir. Angelina Jolie bunu elətdirib. Bəli. Bütün dünyada sensasiya oldu və bu qədər bizə qoruyucu tədbir və yaxud da xanım da özündə hər hansısa və yaxud da kişi də gəlir, bir genetik xəstəlik daşıyıcısı var, dominant bir xəstəlikdə. Necə eləyə bilək ki, gələcək nəsillərə bu ötürülməsin? Özündə bir problem yaratmır. Bayram doktor, o çıxdısa testdə nə qədər ehtimal var ki, mütləq o xəstəlik olacaq? Bu aslında genetik xəstəliklərin tipindən müxtəlif genetik xəstəliklər var. Resessiv keçən, yəni gizli dediyimiz daşıyıcılıq halları var. Məsələn, daşıyıcı şəxs istənilən xəstəliyin daşıyıcısı ola bilər. Amma bunu bizim üçün problem yaratmır. Zahirən biz sağlamıq, amma gələcək nəsilləri ötürə bilər. Əgər kişi və qadın daşıyıcıdırsa, 25% ehtimalla xəstə uşaqda olur. Əgər dominant xəstəlikdən söhbət gedirsə, 50% qədər ehtimal yüksəlir ki, xəstə uşaqda. Özü bundan məsələn ölməz, amma bəli, gələcək nəsillər üçün problem yaradılır. Gələcək nəsil demişkən, bu reproduktiv sağlamlıq var, bundan başqa xromosom patologiyası var. Ellabda hansı imkanlar var ki, belə patologiyaları vaxtında aşkarlamaq və hamiləliyi qorumaq və ümumiyyətlə gələcəkdə bu hamiləliyin planlanması üçün kömək ola bilər? Ellab Diaqnostik Klinikasının genetika şöbəsi həm prenatal, həm də postnatal dövrdə genetik testlər aparır və icra olunur. Eyni zamanda bizim genetik konsultasiya xidmətimiz var. Genetik konsultasiya həm deməli analiz öncəsi, həm də analizdən sonra, yəni nəticə verdi və bu biz onlara, ailələrə izah eləyirik ki, sizdə nə dəyişiklik var və gələcək nələrə səbəb olacaq. Müxtəlif patologiyalara baxırıq. Hələ döl ana bətnində olarkən ultrasəsdə bir problem aşkar olunursa, burada xromosom patologiyalarını dölyanı mayedən qısa bir zamanda analiz eləyə bilirik. Eləcə də toplumda ən bilinən xəstəlik Down sindromu olduğuna görə bunu misal göstərə bilərik. Ondan sonra sümüyiliyindən müxtəlif, əgər hematonkoloji problemlər varsa, sümüyiliyindən baxa bilirik xromosom patologiyalarına. Qanla, əgər bu, məsələn, ən çox, məsələn, bizdə də var, geniş yayılıq, mən deyərdim, boy qısalığı. Qız uşaqlarda boy qısalığına müraciət olunur. Bunların bir, məsələn, Turner sindromu ki var, onların dəqiq diaqnozunu biz qısa müddətdə. Əsas fərqimiz nədir? Genetik konsultasiyanın olması və qısa bir müddətdə bu analizləri yerli olaraq yerinə yetirməyimizdir. Bayram doktor, bir çox insan öyrəşib ənənəvi, deməli, getdim qanın ümumi analizini verdim və salam. Amma genetik testləri, indi siz bir çox məsələlərə toxundunuz. İnsanlar skeptik yanaşırlar ki, genetik testlər, yəni hələ müasir zamanədə doğrudan da Avropanın, Amerika Birləşmiş Ştatları, şərqdə təbabəti və tip sayısı güclü olan ölkələrdə artıq vətəndaşlar gedirlər, özləri dərk edərək. Bizdə bunun geniş, belə deyək də, o kütləyə çatdırılması üçün əsas belə də 3 prinsip hansıdır ki, insan düşünməlidir ki, yəni mən mütləq gedib bunu etməliyəm. Əslində siz danışırsınız, mən artıq bunu düşünürəm. Bəli. Amma geniş kütlələrdə daha yaxşı tanınması mütləq vacibdir. Əgər diaqnoz qoyulmursa, yəni müxtəlif həkimləri gəzirlər, diaqnoz qoyulmursa. Budur. Daha sonra, məsələn, ailədə itkilər varsa, uşaq ölümləri varsa, ailədə evlənib 2, 3, hətta 5 spontan düşüklər baş verir və yaxud da ultrasəsdə hər hansı bir xromosom anomaliyası aşkar edilir və yaxud da ailədir, nigah öncəsi analiz veriblər, bir genetik xəstəlik daşıyıcısı var bunlarda. Ümumilikdə hamısını qısa bir müddətdə yoxlamaq mümkündür. Bir də əgər nəsildə, məsələn, eyni xəstəlikdən ölürlərsə, gəlirlərsə və orada artıq böyük bir ehtimal var. İndiki texnologiya bütün genomu oxumaq
gələcək proqnoz vermək, gələcəkdə hansı xəstəliklər inkişaf edəcək və reproduktiv sağlamlıq baxımından imkanlar təqdim edir. Hətta bugün bir genetik testlə insanın əcdadlarının hansı coğrafiyalardan gəldiyini belə deyirlər. Hər halda təşəkkür edirik əziz izləyicilər. Bizim qonağımız Ellab Diaqnostik Klinikasının genetika şöbəsinin rəhbəri, tibb üzrə fəlsəfə doktoru və həkim genetik Bayram Bayramov idi. Ellab Laboratoriya və Poliklinika Mərkəzində telefonlarını siz ekranda görürsünüz. Belə, bizdən bugünlük bu qədər. Uşaqları qoruyun, valideynləri unutmayın və ən əsası sağlam olmaq lazımdır. Xəstəlik oturub genlərdə məqamı gözləyir. O fürsəti ona verməyin.